bugün də hər şeydən biraz danışacağıq. Əlayam. Nə baş verir? Uzaydan gəlmiş kimi özümü hiss edirəm. Dilinin bəlasına düşmüsən yoxsa? Məni kimsə nəyinsə xatirinə satın ala bilməz. Nə məcbur eləmişdi belə gənc yaşda tezəlik etməyə? Zorla qaçırdılar. O günləri ümumiyyətlə xatırlamaq istəmirəm. Arzularım ürəyimdə qaldı. Uşaqlarımdan ayrı qalmışam. Oğlumun heç görməmişəm uşaqlığını. Mazlum gərək geyməmiş. Bir ananın qızının toyunda iştirak eləməsi nə deməkdir? Yəni toyunu görə bilmədim doğan olduğum üçün. Çünki artıq özümü unutmuşam. O qədər istəyirəm ki, hönkür-hönkür ağlayım, ağlaya bilmirəm. Bizim kişilərin 70% xəyanətkardır. Mən ayının yadına armud salmış oluram burada. Yıxılmağın həqiqətən yar idi mi düşünülmüş yoxsa ani olan bir şey? Bax, yıxılanın mikrofonu əlindən düşmür. Sağlıq durumum yerində deyildi. Xəstəxanalı oldum. Fırladanda artıq mənim dünya, aləm başıma fırladı. İllər dostluq elədiyin şeylərdən tozluyor, alan dəydi. Dost acı deyər, təhqir etməmişəm. Kimsənin şəxsiyyətinə toxunmamışam. Yaxşı, yalan məktəbi tapdınmı? Hələ yox. Ağır bir sualdır. Hürrəm Sultan kimi görünür. Hər şeydən danışdıq, amma biraz danışdıq. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bugün də hər şeydən biraz danışacağıq, amma danışacağımız insan son zamanların ən səs-küylü sənətçisi, dostumuz Səbinə Sercan. Xoş gəlmisiniz. Xoş gördük, mən də salamlayıram hər kəsi. Səbinə, son zamanlar çox danışılırsan. Nə baş verir? Vallahi heç özüm də bilmirəm. Birdən-birə elə bil ki, uzaydan gəlmiş kimi özümü hiss edirəm. Dilinin bəlasına düşmüsən yoxsa həmişə beləsən, sözü üzə deyən? Hər zaman məni kimsə nəyinsə xatirinə satın ala bilməz. Sabina yoxsa Səbinə? Vallahi mənim pasportumda Gürcüstanda dünyaya gəldiyim üçün Sabina yazılıb. 12 yaşına kimi atana bildiyim qədər dayı, anana da bibi demisən. Bəli, Çünki götürürlər səni yoxsa necə? Nə baş verir? Yox, belə deməyim. Çünki mən evin ilk uşağıyam. Mənim bibimin, yəni Selcanın evladı olmuyor. Məni böyüdüb, boya başa çatdırıb və ona ana demişəm. Bugün də ana deyirəm, öz anama da ana deyirəm. Hər ikisini çox istəyirəm. Amma çox gənc yaşından da evlənmisən. Bəli, Qaçırdıblar yoxsa ərə verib? qaçırdıblar. Sevərək getmişdin yoxsa? Yox, Nə məcbur eləmişdi bəs belə gənc yaşda tezəlik etməyə? zorla qaçırdılar. O günləri ümumiyyətlə xatırlamaq istəmirəm, məncə bundan keçək. Bu travmadır yoxsa? Böyük travmadır və mənim arzularım ürəyimdə qaldı. Mənim kimi bütün xanımların ən böyük arzusu gəlinlik giyməkdir. Nişanı olsun, xınası olsun, toy olsun və mən bunlardan məhrum olurdum. Gənc yaşda ana olmaq necə hissdir bəs? Bilmirəm ki, çox uşaq idim. Valla oyuncaq mı idi, yoxsa uşaq mı idi? Hələ ki, indi dərk edirəm. Məsələ ki, görürsən, indi ana olsam necə olar? Məsələn, o hissləri, analıq hissini keçirdə bilərəm. Məsələn, mən öz evladlarıma dost olaraq baxıram, sirdaş olaraq baxıram. Yəni ki, elə bir ki, bacısı kimiyəm, böyük bacıları kimi baxıram. Bilmirəm. Bəs gənc yaşda nə olmaq nə tərz? Hə, o başqa məsələ. Ondan danışa bilərəm. Bu çox maraqlı bir şeydir. Çünki mən də axı böyüməmişəm. Çünki mən də öz uşaqlarımdan doyunca oynamamışam, zaman keçirməmişəm. Bədbəxtçilik olub, uşaqlarımdan ayrı qalmışam, zorla ayrıblar. Belə deyim, uşaqlarımın uşaqlığını, oğlumun heç görməmişəm uşaqlığını, qətiyyən görməmişəm. Və bugünkü yanımdadır, mən bununla belə deyim, artıq özümlə də qürur duyuram ki, çox uzun savaşdan sonra axırı ki, öz oğlumu yanıma çəkə bildim, görə bildim. Nişanını da etdim. Hətta inşallah toyun edəcəm. İnşallah. Qızımla da bir bacı kimi böyüdük. Amma gələk nəvəyə. Vallahi gizlən parça oynayırdım. İndi görmürəm təbii ki. Yenə də inşallah gizlən parça oynayırdım. Hətta nə bilim, oyun oynayırdıq, işte telefonda oyun oynayırdıq. Qızımın toyunu görməsəm də, amma qızıma çox möhtəşəm bir toy oldu. Mənim valideynlərim getmişdi, bizim tərəfdən qovumlar getmişdi. Birincisi mən küs idim onda. İkincisi də ki, özləri dəvət etmədilər. Təbii ki, istəmədilər. Bir ananın qızının toyunda iştirak eləməməsi nə deməkdir?
Ağır bir şeydir. Heç kimsəyə istəmərəm ki, belə bir şey yaşasın. Oldu, bitdi, getdi. Vəssalam. Bəs müğənni olmaq, tanınmış olmaq nəyi aldı, nəyi verdi? Müğənni olmaq çox şey aldı məndən. Məsələn, uşaqlığımı, gəncliyimi, həyatımı, sonra həyatımı qurban verdiyim evladıma. Yəni toyunu görə bilmədim müğənni olduğum üçün. Bu sualı bütün qadın qonağım olan sənətçilərə vermişəm. Qadınlar nə vaxt ağlayır? Nə vaxt ağlayır? Mən ağlamağı artıq son zamanlar o qədər istəyirəm ki, hönkür-hönkür ağlayım, ağlaya bilmirəm. Müsahibəndə bir fikir var. Deyirsən kişilərin 70%-i xəyanətkardır. Gerçək budur. Niyə? Səncə? Yaxşı, kişilər hansı anda qadınla xəyanət edir? Bu qadınlardan irəli gəlir deyərdim. Çünki biraz sevgi göstərəndə bizə bunu daimə istəyirik. Bir balaca insandır, yorğun ola bilər, stres ola bilər, iş gücü ola bilər və ya dost tanış ola bilər. Telefona geçib baxa bilər və ya eyni jestləri etməyə bilər. İnsandır da problemi var. Başlayırıq, hardaydın, kimləydin, niyə gəlmədin? Artıq onun əsəblərini korlamağa. Bezdirməyə. Bezdirməyə belə götürək də. O da nə olacaq? Yavaş-yavaş uzaqlaşır. Hər gün mən sənə desəm, Həmzə, hardasan, neyinirsən, niyə telefonu götürmədin, qızlarla mıydın? Mən ayının yadına armud salmış oluram burada. Belə-belə də kişilər başlayır artıq o şirin sözü, tatlı sözü başqa yerdə axtarmağa. Vəssalam, onun da adı sevilir xəyanət. Bax, son günlər çox danışılırsan. Dost dedin və dostunla birinin üzdə gəlmişsən. Bu günlərim illər dostluq elədiyin Şəbnəm Tovuzluya aran dəydi. Bizim Əbdül sənə bir sual verir və sən ondan Şəbnəm Tovuzu, misal üçün Alim Qasımovun yanında sənətini yetərincə göstərə bilmədi dedin. Bəlkə də normal bir söz işlətdin, amma niyə belə ajitajlı bir fikir oldu? Onsuz da 3 gündür başım ağrıyır. Bir jurnalist dostum deyək ki, gedib. Hansısa bir xarici ölkədə böyük bir sənətkardan müsahibə alır. Və o müsahibə, yəni ki, əslində o adam çox güclü jurnalistdir məsələ. Çox güclü jurnalistdir. Amma adi bir sual verib, sən onu müzakirə etməzsənmi ki, axı, deməzsənmi ki, bu axı çox güclü bir jurnalistdir. Başqa bir fikirlər də deyə bilərdi. Gözəl müsahibə də ala bilərdi ondan. Niyə basitləşdirdi? Mən də öz fikrimi demişəm. Yəni, valla düzdür, belə deyim, buna görə çox insanlar bəlkə məni qınayır. Amma dost acı deyər. Mənim səhifim olanda bütün dostlarıma deyirəm, ixtiyar da verirəm. Deyin, narahat olmayın, xoş qarşılayacaq. Yaxşı, onda bir sual verəcəm. Bax, bu günlərim Tarix Əliyevin bir fikri var. Deyir ki, misal üçün Səbinə sənətkardırmı ki, bu fikir, yəni Şəbnəmin oxumağına münasibət bildirsin? Sabina Selcanı qoyduq bir tərəfə. Sənətkar deyiləm, adi bir tamaşaçıyım, yolda gedirəm. Mikrofonu tutmuşsan mənə, sual vermişsən, o şəkildə də cavabını vermişəm. Bir tamaşaçı olaraq bu qədər. Səncə tamaşaçı musiqidən başa çıxırmı hamının belə peşəkardımı? Bizim tamaşaçılarımız çox savadlıdır, çox istedadlıdır hamısı, nəyin nə olduğunu hamısı bilir. Mən kimsəyi təhqir etməmişəm, kimsənin şəxsiyyətinə toxunmamışam, kimsənin sənətinə söz atmamışam. Sadəcə olaraq o ifa, məsələn, sən deyək, mən deyək, o çıxışı bəyənməmişəm, onu bir kəlmə demişəm. Və hətta telefon danışığımızda da olub ki, demişəm ki, yəni olub da gərək deməzdim. Öz rəfiqəmin xətrinə dəydiyim üçün, hə, gərək deməzdim. Çünki mən, elə deyim, əslində ona da üzüldüm. Çünki keşkə belə olmasaydı özlüyümdə dedim, bəlkə o üzüntü ilə demişəm, onu da bilmirəm. Yaxşı, yalan məktəbi tapdın mı? Hələ yox. Müğənni olaraq gördün, qadın olaraq xoşbəxtsənmi? Çıqıdı. Hal-hazırda, hə vallah, xoşbəxtəm, çox. Əslində? Ağır bir sualdır. Heç cavab verə bilmirəm. Dayan görüm nə deyəcəm ora ki. Mən.
qadın olaraq doğrudur, heç xoşbəxt ola bilmədim. Əsl indi elə bil ki, özümü elə bil ki, belə deyim, Hürrəm Sultan kimi görürəm. Amma gözün doldu. Keçmişim biraz elə bil ki, beynimdə getdim, gəldim ora. Sən qadın xoşbəxtliyi arzu edirəm. Hər şeydən danışdıq, amma biraz danışdıq. Hə, Minnətdaram. biraz. Təşəkkür edirəm. Əziz tamaşaçılar, bununla da bax, bugünlük yarışıdan biraz yekunlaşdırdıq. Məkanımız üçün Zabitlər Parkında yerləşən Mez restoranı dərin təşəkkür, minnətdarlıq. Siz də ən xoş günlərinizi burada keçirə bilərsiniz. Hər şeydən danışdıq, amma biraz danışdıq. Görüşənə qədər.